Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Mart ayının 30'udur. Və demək olar ki, bu ayda tamamlanır. Bildiyiniz kimi Siqnal kanalında bu ayda biz uğurla tamamlayırıq. Yəni demək olar ki, artıq bugün və sabah qalıb səhər saatlarında Qızılda həm satış, həm alış əməliyyatları çox mükəmməl bir nəticə verdi. Təbii ki, bir çox traderlər yəni bu zaman səhər tezdən bazar açılanda yəni demək olar ki, oyaq olmurlar. Amma nəzər çatdırım ki, yəni ətrafda baş verən geosiyasi hadisələr nəticəsində bazar sürətli hərəkətə başlayıb, yəni bu bir müddəti müharibələrlə bağlı və eyni zamanda Trump'ın hər gün yeni çıxışları, yeni notları yəni gündəm olur və təbii ki, bu da bazara təsir göstərir. Yəni əslində regionu demək olar ki, alt üst edib, yəni hal-hazırda ki vəziyyətdə, yəni səhər saatlarında neft yenidən yüksəlişini nümayiş etdi. Amma neftin bu müharibələrlə bağlı əvvəldən yəni neftin sürətlə qalxması və qızılın enməsi bu artıq bu hadisə tamamlamaq üzrədir. Qızıl öz trayektoriyası çərçivəsində hərəkət edəcək, yəni yuxarı doğru istiqamətlə davam edəcək. Dəyər qazanmağa qalxacaq. Amma bir şeyi nəzər çatdırmaq istəyirəm ki, bütün sosial şəbəkələrdə bütün banklar qızılın yenidən qalxması haqqında məlumat verirlər. Amma az depozitdə olan traderlər biraz ehtiyatlı olsunlar. Nə üçün? Yəni $500, $1000 depozitdə olan traderlər buna risk edib qızıl qalxacaq deyəndə alış əməliyyatları verirlər. Yəni gün ərzində bir şey nəzərə almırlar ki, bu da yeni başlayanlar, yeni başlayan traderlərdir. Yəni sosial şəbəkələrdə görürlər ki, qızla kimsə 500.000 qazandı, kim milyon qazandı. Onlar da milyon qazanmaq həvəsi ilə $500, $1000, $2000 kesib yatırırlar və qızla alış əməliyyatları verir. Bilirlər ki, qızılın yəni korreksiya nöqtələri, yəni gün ərzində ən azından 100, 150, 200, $250 korreksiyalar verir. Yəni bu $100 korreksiyada demək olar ki, balansı bərbad günə salır. Buna görə biraz ehtiyatlı olmaq lazımdır. İlk öncə məsləhət görərdim ki, Forex'in nə olduğunu, yəni ümumiyyətlə demo versiyalarda alıq-satqıları həyata keçirin ki, Forex'in nə olduğunu dərk edin, sonra deyək ki, depozit edin. Belə bir çox traderlər demək olur ki, traderlər yox, deməli kütlənin yarısının çoxu, yəni qızıla Forex'də və ya ki, coinlarda, Binance'da, yəni qızıla alış əməliyyatları verirlər, özdə böyük lotlardan girirlər və qısa zamanda da balanslardan demək olar ki, 51 deyib balanslardan yəni uzaqlaşırlar. Belə gəlin keçək biz qızla. Qızıl bugün səhər saatlarında alış əməliyyatları, satış əməliyyatları ilk öncə 4480'lərdən gəldi. Biz bunu deyək ki, səhər saatlarında Siqnal deməli YouTube'da biz bunu paylaşdıq hansı nöqtələrdən. Və eyni zamanda qrafik üzərindən də göstərdi. Telegram Siqnal kanalında paylaşdıq. 4480'lərdən satışlardı. $60 bir eniş oldu. 4476'dan alışlar oldu. $70-74 bir qalxışlar oldu. Yenidən qalxışlar olacaqmı, olmayacaqmı sualına gəldidə isə biz artıq 4542'lərdən bu əməliyyatları dərc etmişik. Yəni bu da $40 hər iki qalxışdan 4582-84'lərə qədər, 4584'lərə qədər, 85'lərə qədər qalxması, yəni gün ərzində bu gün $160 tamamlanmasını gözləyilir. Ümumi qalxışı. Satış əməliyyatları 4513'dən $822 bir eniş nümayiş etdirəcək. Yəni korreksiya ola bilər. Bu alternativ ssenaride bunu qaçırmayın. Gümüşə gəldidə isə səhər saatlarında gümüşdə də 69'dan 71'ə qədər alış əməliyyatları oldu və bugün konkret olaraq alış əməliyyatları 71'dən 72'ye qədər, satışlar ise 70-100'dən gələcək ya da buna 69-500'lərə qədər enişlər, korreksiyalar olacaq. Bitcoin'e gəldidə isə səhər saatlarında demək təqribən $2000 sürətlə endi, aşağı və yenidən $3000 yuxarı doğru istiqamətdən davam etdirdi. Bugün alışlar 67.928'lərdən, satışlar